Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu videoda mən 20 aprel 2025-ci il tarixində keçirilən OTK sınağının testlərinin izahını verəcəm. Videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Əziz dostlar, deməli 2025-2026-cı tədris ili üçün abituriyent hazırlığı qruplarımıza qeydiyyat davam edir. Siz də imtahanlarda uğurlu nəticə əldə etmək istərsinizsə, qeydiyyatdan keçə bilərsiniz. Deməli, 31-ci testdə deyilir. Verilmiş kütləli ideal qaz üzərində gedən proses PV diaqramında təsvir edilib. Qazın gördüyü işi hesablayın. Əziz dostlar, biz bilirik ki, təzyiqin həcmindən asılılıq qrafikində qrafikin altında yaranan fiqurun sahəsi bizə görülən işi verəcək. Gəlin, bu fiqurun sahəsini biz hesablayaq. Baxın, fiqurun sahəsi dedikdə hansı sahədən söhbət gedir? Yəni, qrafikin altında yaranan fiqurun sahəsi. Bax, bu sahəni biz nə etməliyik? Hesablamaya fikir verin. Bu sahədir. Bu sahəni hesablasaq, görülən işi də hesablamış olacaq. Gəlin, həmin sahəni hesablayaq. Yəni, bu sahə bizə nə verir? A' verəcək. A' bərabərdir S fiqur. Hesablayaq. Onda A' bərabərdir. Baxırıq, bir otacağı neçədir? Bir otacağı 30'dur. 300'dür. Digər otacağı isə 100'dür. Yəni bu hissə bizə nə verir? 100 verəcək. Bunda mən nə edəcəm? 300'ün üzərinə 100 gələcəm. Böləcəm 2'yə, vuracam neçə? Hündürlüyümüzü isə 0,2'dən 0,4'ə, yəni elə bizə 0,2 verəcək. Bu 2 ilə bu 2'ni ixtisar elədik. Bizə 300'ü üzərinə neçə gəlirəm? 100 gəlsəm 400. 400 vurulsun. Onda neçə? İxtisar elədim 1. Bundan bu ixtisar getdi. Bizə yekunda nə qaldı? 40 kilojoule. Deməli cavab nə olacaq? 40 kilojoule. Hansı variant oldu? D variantı. Növbəti testimiz 32-ci testdir. Maddi nöqtə radiusu 20 metr olan çevre üzrə hərəkət edir. Radius vektorunun dönmə bucağının zamandan asılılığı pi bərabər 4t kimidir. Maddi nöqtənin xətti sürətini hesablayın. Əziz dostlar, biz bilirik ki, fi'nin zamana görə birinci tərtib dönəməsi, yəni dönmə bucağının zamana görə birinci tərtib dönəməsi bizə bucaq sürətini verəcək. Onda bucaq sürətini hesablasa, yəni mən bundan törəmə almalıyam. 4t'nin törəməsi biz bilirik ki, 4 radyan bölünsün saniyə verəcək. Bucaq sürətini bildik. Bəs bizdən soruşur ki, bəs xətti sürət nədir? Xətti sürətin də düsturu, yəni bucaq sürətinə olan düsturu V bərabərdir omega R-dir. Omeganı tapdıq 4, R-imiz də 2 metrdir, olacaq 8 metr bölünsün saniyə. Doğru cavab hansı variant? C variantı. Növbəti 33-cü testdə deyilir. Rəqs edən cismin koordinatının zamandan asılıq qrafik tənliyi x bərabərdir. 0,4 sinus 2 pi t şəklindədir. T bərabərdir 2t müddətində cismin yer dəyişməsi nə qədər olar? Əziz dostlar, baxın burada t bərabərdir 2t bizə hər şeyi deyir. Yəni yer dəyişmə bizə nə verəcək? 0 verəcək. Çünki rəqslərdə, yəni rəqs edən cisim üçün tam periodlarda həmişə yer dəyişmə 0 olacaq. Niyə? Çox ki, bir dənə riyazi rəqqas götürək. Bax, bu bizim riyazi rəqqasımızdır. 2-nin 60'a. Bu 1,4 rəqs eləmək üçün bura gəlməlidir. Sonra baxın, fikir verin, belə. Bax, bir tam rəqs bitdi. Gəlib əvvəlki vəziyyətinə qayıdacaq. Onda onun yer dəyişməsi nəyə bərabərdir? 0. Bax, bunu belə də göstərmək olar. Koordinat zaman qrafikini göstərək. Fikir verin. 2 tam periyod üçün. Deyək ki, x-in nədən asılılığı? T-dən asılılığı. Bu bizim x-in t-dən asılılığı. Qrafikimiz deyək ki, belə olsun. Baxın. Ya da 0 başlanğıc koordinatı verilib, yəni amplitud verilib 0,4. Baxın. Bax, qrafikimiz yaxşı göstərə bilmədim. Deməli, qrafikimiz belədir. İndi 2 tam periyod görək harada bitir. Burası 0,4'dür. Bax, 1 tam periyod 1, 2, 3, 4 burada bitdi. 1, 2, 3, 4 burada bitdi. Baxın, 2 tam periyod, yəni 2t burada bitdi. 2t də
cisim əvvəlki vəziyyəti, yəni amplitudu 0,4 olan nöqtəyə qayıdacaq. Onda onun yer dəyişməsi nəyə bərabər olacaq? 0-a. Doğru cavab hansı variantdır? E variantı. Növbəti testimiz deməli əziz dostlar 34-cü testdir. 34-cü testdə deyil. İşıq şüasının düşmə bucağını düşmə bucağı biz bilirik də. İki mühiti ayıran səthə endirilmiş perpendikulyarla düşən şüa arasında qalan bucaqdır və bu bucağa biz nə deyəcəyik? Düşmə bucağı alfa deyək. İndi diqqətlə baxaq. Biz demişdik ki, qarşılıqlı bucaqlar bir-birinə nədir? Bərabər. Bu tərəf 35, bu tərəf neçədir? 15-dir. Onda biz alfanı hesablasaq olacaq 35 dərəcə plus 15 dərəcə. 35-in üstünə 15 gəlsən mənə 50 dərəcə verəcək. Doğru cavab hansı variant oldu? A variantı. Növbət testimiz 35-ci testdir. Deyir ki, kütləsi 200 qram olan cisim 40 sm radiusu çevrə boyunca 4 metr bölü saniyə sürətlə bərabər sürətlə hərəkət edir. Periodun 4/1-nə bərabər müddətində kinetik enerjinin dəyişməsini hesablayın. Əziz dostlar, biz bilirik ki, çevrənin bütün nöqtələrində, istər 4/1-də də olsun, istər 4/3-də olsun, istər 2/1-də olsun, istər tam periodlarda olsun, kinetik enerjinin dəyişməsi 0-a bərabərdir. Yəni, həmişə bu dəyişmə bizə nə verir? 0 verir. Bu bizim dəyişməz bir qanunumuzdur. Doğru cavab hansı variant olacaq? A variantı. Növbəti testimiz 36-cı testdir. Deyir ki, hansı ifadələr doğrudur? Elektrokimyəvi ekvivalent elektrolitdən, yəni birincidə deyir ki, elektrolitdən cəryanın keçmə müddəti ilə tərs mütanası basılıdır. Əziz dostlar, elektrokimyəvi ekvivalentin düsturunu biz bilirik. M bölünsün Q-dur. O da bərabərdir. Belə yazmışdıq. Deməli, 1 bölünsün YNA vurulsun. Nə idi düsturumuz? Böyük M bölünsün N'dir. Yeri gəlmişkən burada M bölünsün N nisbəti Faraday sabiti. Faraday sabitdə X hərfi ilə işarə olunur. Üzr istəyirəm, kimyəvi ekvivalentdir. X hərfi ilə işarə olunur. Düsturu M bölünsün N'dir. Yəni buna biz nə deyirik? Kimyəvi ekvivalent. Birinci testdə oxuyur. Elektrolitdən cəryanın keçmə müddəti ilə tərs mütanası basılıdır. Xeyr, keçmə müddətindən asılı deyil. Bu yanlışdır. Ədədi qiymətçi ionun kütləsinin yükünə olan nisbəti, bəli, həqiqətən də kütləsinin yükünə olan nisbətinə elektrokimyəvi ekvivalent deyirik. 2 düzdür. Elektrod üzərində ayrılan maddənin kütləsi ilə düz mütanası basılıdır. Xeyr, asılı deyil. Sonra deyir ki, maddənin kimyəvi ekvivalenti ilə tərs mütanası basılıdır. Əziz dostlar, Faradayın ikinci qanununa görə elektrokimyəvi ekvivalent, kimyəvi ekvivalentlə düz mütanası basılıdır. Deməli, bu variantda nədir? Səhvdir. Doğru cavab yalnız 2-dir. Baxaq görək, varmı elə bir variant? Baxaq, yalnız 2 olan yoxdur, amma cavabımız %100 yalnız 2 olacaq. Yalnız 2, deməli bu sual belə ulduz kimi gedə bilər. Yəni, cavab yoxdur. Yalnız 2 olacaq cavab. Növbəti testimiz 37-ci testdir. Üfüqi səth üzərində bir cins tirin bir ucuna dinamometr şəklindəki kimi bağlanmışdır. Yəni, dinamometr şəkildəki kimi bağlanmışdır. Dinamometrin göstərişi minimum 120 Newton olduqda tir qalxırsa, onun kəçisini hesablayın. Əziz dostlar, baxın, biz bilirik ki, aşağı doğru bir MJ yönəlib. Bu bizim MJ-imizdir. Yəni, P deyək. Kəçsin soruşur. Ortasına tətbiq olunur. İndi baxaq, bu nöqtə ətrafında, yəni lap mən bunu bu ucundan qaldırsam, müəyyən F qüvvəsini tətbiq eləsəm, yəni o F qüvvəsində qiymətini əslində bunlar verib. F qüvvəsinin qiyməti neçə Newtondur? Bizə deyir ki, 120 Newton. Bax, yazın, bura 120 Newtondur. O 120 Newtonun qolunu da verilib. O 120 Newton qolu nə qədərdir? Əziz dostlar, 120 Newton qolu, bax, bura mən L deyirəm. Bu qola, 120 Newton qoluna L deyirəm. Onda P-nin qolu, buradan bura qədər olan məsafə olacaq. O isə nə qədər olacaq? L bölünsün 2 olacaq. Linkin tarazlıq şərtini tətbiq eləsək, baxın, bu saat əqrəbinin əks istiqamətinə fırlatmaya çalışır. Bu isə nədir? Saat əqrəbi istiqaməti. Biz bilirik də, saat əqrəbi istiqamətinə fırladan qüvvənin momenti saat əqrəbinin əksinə
fırladan qüvvənin momentinə bərabər. Bu lincin nəyə adlanır? Tarazlıq şərti. Onda 120 vurulsun L bərabərdir. P vurulsun L bölünsün 2. Burada L'lər ixtisar gedəcək. Bizə qalacaq 120 bərabərdir. P bölünsün 2-yə. Onda P nə qədər olacaq? Deməli, P'miz olacaq 240 Newton. Deməli, bizdən nəyi soruşur? Lincin çəkisini soruşursa, bəli, lincin çəkisi 240 Newton olacaq. Doğru cavab C variantı. Növbəti testimiz, baxaq görək. Növbəti testimiz olacaq 38-ci test. Bəli, biz 37-yə baxmışdıq biraz öncə. 38-ci testdə nə deyir? Sabit cəryan mənbəyinə qoşulmuş lampalardan hansı və yaxud da hansılar yanar? Əziz dostlar, biz bilirik ki, kondensator olan dövrədə qoşulmuş lampa anidən yanma və yaxud da anidən sönmə qabiliyyətinə malik olduğuna görə biz uzun müddətli yanmadan söhbət gedirsə, kondensator olan dövrədə cəryan nədir? Keçməyəcək və bu yanmayacaq. Yəni, burada yanmayan ancaq 3 olacaq. Bizdən yanar sözün deyirsə, yananlar hansılar olacaq? Yananlar, deməli, ikinci lampa olacaq. Bir də nədir? Birinci lampa olacaq. Yanan 1 ilə 2. Baxaq görək doğru cavab hansı variantdadır? Doğru cavab 1 ilə 2 Y variantıdır. 38-ci testdə deyilir. Sıxlığı məlum olan mayenin qabın dibinə etdiyi təzyiq qüvvəsini hansı cihazın köməyi ilə təyin etmək olar? Deməli, bu testdə biz təzyiq qüvvəsinin düsturunu bilirik. PS-dir. P-nin yerinə ρ-J qoysaq, ρ-J-H S olacaq. Mən baxıram, deyir ki, mənə sıxlığı məlumdur. Rho ilə işim yoxdur. Bəs J-nin də 10 olduğunu bildiyimizə görə biz H-ı da ölçü lenti ilə təyin eləyə bilərik. Nə ilə? Ölçü lenti ilə təyin eləyə bilərik. Deyək ki, ölçü lenti. Eyni qaydada S-i də ölçü lenti ilə təyin eləyə bilərik. Deməli, bizə hansı cihaz lazımdır? Ölçü lenti, yəni menzurkadan başqa əlavə olaraq menzurka nə idi? Sıxlığı ölçən cihazdan başqa nə lazımdır? Ölçü lenti. Onda doğru cavab nə olacaq? Ölçü lenti götürmək olar. 40-cı testdə baxaq. 40-cı testdə nə deyir? Keçirici konturdan keçən maqnit selinin zamandan asılılıq tənliyi fi bərabərdir 6-3t kimidir. Hansı qrafik bu konturda yaranan induksiya EHG-sinin modulunun zamandan asıllığına uyğundur? Əziz dostlar, burada diqqətlə baxsaq, bilirik ki, fi'nin zamana görə birinci tərtib, yəni maqnit selinin zamana görə birinci tərtib törünməsi əks işarə ilə, ya da bunu belə göstərək. Baxın. Epsilon i fi'nin əks işarə ilə zamana görə birinci tərtib törəməsinə bərabər. Törəmə tapsaq mənfi 6-nın törəməsi 0 verir. Yəni 6-nın törəməsi 0 verir. Mənfi 3t-nin törəməsi mənfi 3 verəcək. Mənfi 3 olacaq. O da bərabərdir 3 volt. Deməli 3 volt tapdıq və sabitdir. 3-dən sabit olan ancaq nədir? B variantıdır. Elə doğru cavab da B variantı olacaq. 41-ci testdə deyilir. Sarğacın maqnit sahəsinin enerjisinin maqnit selindən asılılıq qrafiki verilmişdir. Sarğacın induktivliyini hesablayın. Maqnit sahəsinin enerjisini fi ilə və L ilə olan düsturunu bilirik. Fi kvadratı bölünsün 2L-dir. Buradan L-i tapsaq, L bərabərdir. Fi kvadratı bölünsün nədir? 2 double M olacaq. Yəni, maqnit sahəsinin enerjisi. Onda yerinə qoyub hesablasaq, fi'miz 0,4 Weber'dir. Bunu belə yazılır. 16 vurulsun 10 üstü mənfi 2 bölünsün 2 vurulsun. Bəs maqnit sahəsinin enerjisi nə qədərdir? 0,4'dür. 4 vurulsun 10 üstü neçə? Mənfi 1 deyək bunu. Baxın, bundan bu ixtisar getdi. Bundan da bunu ixtisar edəsək. 2 vurulsun 10 üstü mənfi 1 deyək Henry. O da nəyə bərabər? 0,2 Henry olacaq. Baxaq görək var mı elə variant? Doğru cavab hansı variant oldu? B variantı. Sonra növbəti testimiz neçənci testdir? 42-ci testdir. Rəqs konturunda harmonik elektromaqnit rəqsləri baş verir. Hansı fiziki cəmiyyətlər zamandan asılı olaraq dəyişir? Biz bilirik ki, zamandan asılı olaraq dəyişən Q, U, I, bir də nədir? Fi'dir. Bunlar dəyişir.
Hə, əlavə olaraq biz maqni sahəsinin deyək ki, enerjisini, bir də nədir? Elektrik sahəsinin enerjisini göstərə bilərik. Yəni, kondensatın enerjisi, bir də sarğacın enerjisi. Baxaq, yük dəyişirmi? Bəli, yük dəyişir. Rəqsin tam enerjisi dəyişirmi? Xeyr. Sarğacın induktivliyi dəyişirmi? Xeyr. Kondensatın tutumu dəyişirmi? Xeyr. Rəqsin tezliyi dəyişirmi? Xeyr. Sarğacın axın cəryan şiddəti dəyişirmi? Bəli, cəryan şiddəti də dəyişir. Doğru cavab olacaq 1 və 6 B variantı. Növbəti testdə, deyir ki, 43-cü testdə belə bir müsbət Q yükü verilib. Bir cins elektrik sahəsində A, B, C, D, A qapalı trayektoriyası üzrə hərəkət etdirilir. Hansı hissədə sahənin gördüyü iş müsbətdir? Baxın əziz dostlar, bizim bir müsbət yüklü zərrəciyimiz var. Bax, müsbət yüklü zərrəciyi bura yerləşdirdik. Həmin zərrəciyə sahə tərəfindən təsir edən qüvvə hara doğru yönəlir? Sahə istiqamətinə yönəlir. Qüvvənin istiqamətini bildik. Birinci AB trayektoriyasını görürəm ki, yüklü zərrəcinin hərəkət istiqaməti ilə qüvvənin istiqaməti üst-üstə düşür. Deməli, bərabər yeyinləşəndir. Bu hissədə görülən iş nə olacaq əziz dostlar? Görülən iş müsbət olacaq. Sonra BC hissəsində görürük ki, sahəyə necə yönəlib? Perpendikulyar. Bu hissədə görülən iş nəyə bərabərdir? Sıfıra. CD hissəsində görülən iş nəyə bərabər olacaq? Sahə ilə, yəni təsir edən qüvvə ilə trayektoriya bir-birinə əksdir. Görülən iş sıfırdan kiçik olacaq. Bəs DA hissəsində yenə eyni qaydada sahəyə perpendikulyar istiqamətdə yönəlir. Sahəyə perpendikulyar istiqamətdə yönəldiyinə burada da görülən iş nəyə bərabər? Sıfır. İndi bizdən nəyi soruşur? Müsbət iş görüb. Müsbət iş gördüyü hissə ancaq və ancaq hansı hissə oldu? Ancaq və ancaq AB hissəsi oldu. Baxaq görək varmı elə bir yer? AB hissəsi doğru cavab D variantı olacaq. Demək 43-də D variantı olur. Növbəti testimiz 44-cü testdir. Hansı ifadə və ya ifadələr doğru? Yarım keçirici kristala akseptor aşkar daxil etdikdə. Əla, akseptor aşkar daxil ediriksə, əziz dostlar, deməli, bizdə deşiklərin sayı daha çox olacaq. Deşiklərin sayı daha çoxdursa, deməli, P tip yarım keçiricidir. Kristalda deşiklərin sayı artır. Bəli, 2 ilə doğru cavab 3. Hə, elektronların sayı xeyr. Donor desəydi, biz elektronların sayını artmış görəcəkdi və N tip olacaqdı. Cavab 2 ilə nədir? 3 olacaq. Y variantı. 45-ci testdə deyir, hansı halda cismə təsir edən ağırlıq qüvvəsinin işi mənfidir? Əziz dostlar, biz bilirik ki, ağırlıq qüvvəsinin gördüyü iş üfüqi müstəvidə cisim hərəkət edərsə sıfıra, amma şaquli müstəvidə hərəkət edərsə müsbət və ya mənfi qiymətlər ala bilir. Əgər cisim şaquli yuxarı hərəkət edirsə, ağırlıq qüvvəsinin gördüyü iş mənfi. Niyə? Tutaq ki, bax, cismin hərəkət istiqaməti yuxarıdır, amma ağırlıq qüvvəsi özü nədir? Aşağıdır. F ağırlıq aşağı. Yəni, bir-birinə əksdir. Ağırlıq qüvvəsinin gördüyü iş nə olacaq? Mənfi. Yuxarı doğru hərəkət edərsə mənfi. Amma əksinə cisim aşağı doğru hərəkət edərsə, deyək ki, F ağırlıq aşağıdır. Özü də aşağı doğru hərəkət edirsə, ağırlıq qüvvəsinin gördüyü iş nədir? Müsbət olacaq. Demək, burada müsbət, üzr istəyən mənfi. Burada nə olacaq? Burada isə müsbət olacaq. İndi deyir, şaquli yuxarı qaldırır. Şaquli yuxarı hərəkət edən zaman ağırlıq qüvvəsinin gördüyü iş mənfidir. Bəli, düzdür. Şaquli aşağı endirir. Burada müsbət olacaq. Bu səhvdir. Havada üfüqi istiqamətdə hərəkət etdirilir. Burada isə ağırlıq qüvvəsinin gördüyü iş ümumiyyətlə sıfıra bərabərdir. Yəni, burada A sıfırdan kiçik, A sıfırdan böyük. Bir daha isə nədir? A sıfıra bərabər olur. İndi bizdən sıfırdan kiçiyini soruşur. Yalnız 1 olacaq. Doğru cavab hansı variant? C variantı. Növbəti testimiz 46-cı testdir. Sabit gərgin mənbəyinə qoşulmuş müstəvi kondensatın enerjisi 120 millijoldur. Onun lövhələrinin arasını dielektrik nüfuzluğu 6 olan maddə ilə doldurduqda nədir? Enerjisi necə dəyişər? Əziz dostlar, biz bilirik ki, qoşulmuş deyirsə, U sabitdir və düsturumuz C U kvadrat bölünsün 2-dən. C'nin də yerinə epsilon 0 S U kvadrat bölünsün 2 D yazacaq. Baxırıq, bizim epsilonla necə asıldır? Epsilonla bizim enerjimiz əlbəttə düz mütənsibası. Fikir verin, düz mütənsib. Əvvəl 120 idi. Bax, buradan yazıram. Əvvəl nə qədər idi? Double 1 deyək buna. 120 idi.
Elə deyilmi? 120 millijoldur. İndi bu neçə olan? 6 olan maddəni daxil eləsəm, bu 6 dəfə artacaq. Yəni 126 dəfə artdısa, bizə neçə verəcək? 720 millijol verəcək. Bəs dəyişməni necə tapırıq? Dəyişməni tapanda biz son enerjidən başlanğıc enerjini nə edirik? Çıxırıq. Sondan başlanğıc çıxanda müsbətdirsə artım verəcək, mənfidirsə nədir? Azalma. 720-dən mən 120-ni çıxdım. Mənə nə qədər qaldı? 600 millijol. Deməli 600 millijol artmış olacaq. Doğru cavab B variantı. Növbət testimiz 47-ci testi deyir. M1 bərabər 2 kiloqram və M2 bərabər 3 kiloqram olan cisimlər tərpənməz blokdan asılmışdır. İplər yanına gəlmə qüvvəsini tapın. Əziz dostlar, T-nin konkret düsturu olduğuna görə elə düsturla gedək. 2M1 vurulsun M2 bölünsün M1 plus M2 vurulsun nədir? J'dir. Yerinə qoysa 2 vurulsun M1 nə qədərdir? 2 vurulsun 3 bölünsün 2 plus 3 vurulsun neçə? 10. Məxrəclə ixtisar getsə 2 qalacaq. 8, 24 Newton doğru cavab hansı variantı oldu? A variantı. 48-ci testdə baxaq görək nə deyir. Newton bölünsün kiloqram ifadəsi hansı fiziki kəmiyyət vahidinə uyğundur? Gəl Newton bölünsün kiloqramı açaq. 1 Newton bölünsün kiloqram. O da bərabər. 1 Newton kiloqram vurulsun metr bölünsün saniyə kvadratıdır. Bölünsün nədir? Kiloqram. Bu kiloqramlar ixtisar getdi. Bizdən qısa şəkildə desək, 1 metr bölünsün saniyə kvadratı olan fiziki kəmiyyətləri axtarma. Yəni, vahidi 1 metr bölünsün saniyə kvadratı olan fiziki kəmiyyətlər. Qravitasiya sahəsinin intensiv, bəli, bu olar. Xətti sürət, xeyr, bu metr bölünsün saniyədir vahidi. Bizdə amma metr bölünsün saniyə kvadratda olan fiziki kəmiyyətlər. Sərbəst düşmə təcili, bəli, bunun da vahidi metr bölünsün saniyə kvadrat olacaq. Amma mexanik işin vahidi kiloqram vurulsun metr kvadrat bölünsün saniyə kvadrat, yəni 1 joula bərabərdir. Bu isə olmaz. Doğru cavab 1 ilə 3 Y variantı. Növbəti testimiz 49-cu testdir. Bir cisim maqnit sahəsinə induksiya xəttlərinə perpendikulyar istiqamətdə daxil olan ionun sürətini azaltdıqda onun dövrətmə periodu və təcil, mərkəzə qaçma təcili necə dəyişər? Biz bilirik ki, periodun düsturu necə idi? 2pm bölünsün qb şəklində idi. Diqqətlə baxsaq, sürətlə asılı deyil. Yəni, düsturda sürət yoxdur. Yüklə asılıdır, m-dən haradasa asılıdır, amma sürətlə asılı deyil. Deməli, period dəyişməz. T dəyişməz. Oldu mu? Bunu dəyişməz yox. Dəyişməz. Periodun dəyişməz oldu. A-da var, Y-də var. Ya A-dır, ya da Y. Bəs təcil necədir? Təcilin düsturunu bilir. A bərabərdir. Necə yazmışdı? Q, B, V bölünsün nədir? M-dir. V ilə necə asıl təcil? Düz asıl. Deməli, biz nəyi? Sürətini azaldırıqsa, deməli, təcili də nə edəcək? Azalacaq. Y variantı olacaq. Doğru cavab hansı variantı oldu? E variantı. Növbət testimiz 50-ci testdir. Uclarındakı gərgin 8 volt olan düz naqil induksiyası 0.4 Tesla olan bir cisim maqnit sahəsində induksiya xəttlərinə perpendikulyar yerləşdirilmişdir. Naqilin uzunluğu 0.3 metr, müqaviməti 2 ohm olarsa ona təsir edən amper qüvvəsini hesablayın. Əziz dostlar, amper qüvvəsinin düsturunu mən bilirəm. IBL-dir. İ'nin yerinə öz düsturunu qoysaq, U bölünsün, R vurulsun, BL olacaq. Yerinə qoyaq. O'muz 8 voltdur, R'imiz deməli 2-dir. Vurulsun. B'miz nə qədərdir? 0.4-dür. Bəs L, yəni naqilin uzunluğu isə 0.3-dür. Bundan bu getdi ixtisar. Bizə 4-ü 4-ə vursam 0.6, 0.48 olacaq. Bir dəqiqə. %48 Newton. Bu da nə qədər verdi? 480 nə milli Newton verəcək. Doğru cavab hansı variant? A variantı. Növbəti testimiz, deməli, əziz dostlar, 51-ci testdir. Deyir ki, maddi nöqtənin koordinatının zamandan asılı qrafiki x bərabər 4 minus 10t plus 3t
kimidir? Onun təcilinin x soğu üzrə proyeksiyasını tapın. Əziz dostlar, biz bilirik ki, koordinatın zamana görə ikinci tərtib törəməsi təcil verir. Yəni təcilin proyeksiyasını verir. Yəni bundan 2 dəfə törəmə alaraq gedə bilərik. 2 dəfə törəmə alsaq, bizə bir dəfə törəmə alsaq 4 zaten 0 verir. Mənfi 10t plus 6t verəcək. 10 mənfi 10 plus nədir? 6t. İkinci törəmə alanda isə 10 da gedəcək. Bizə sadəcə 6 verəcək. Yəni 6 olacaq. 6 metr bölünsün nə? Saniyənin kvadratı. Amma yaxşı olardı ki, t-ni tapanda, daha doğrusu a-nı tapanda t-nin üstünü qarşısına vururuq. Yəni a x bərabərdir. Elə 3 vurulsun 2 olacaq. 3'ü 2'ye vursam 6 metr bölünsün saniyənin kvadratı. Yəni törəməni bacarmayanlar elə bundan da getmək olar. Doğru cavab hansı variantı olacaq? B variantı. 52-ci testdə deyilir, sabit temperaturda havanın nisbi rütubəti 20% azaltdıqda havanın müəyyən həcmində olan su buxarının kütləsini tapın. Əziz dostlar, biz bilirik ki, nəyi? Düsturu müəyyən həcmində deyil. Bax, müəyyən həcmində deyək ki, V bərabərdir konstantdır. İşim yoxdur. Onda bizim nisbi rütubətin düsturunu yazsaq buradan fi bərabərdir. Rho bölünsün, rho 0, vurulsun neçə faizdir? 100%. Buradan rho'nun da düsturunu bilirik. Rho bərabərdir nə yazmışdıq? Rho bərabərdir. M bölünsün V'dir. Yazsaq bu düsturda yerinə qoyub hesablanparsa fi bərabərdir. Yuxarı nə qalxacaq? Bura qoysaq rho'nun yerinə M bölünsün V. Yuxarıda M olacaq. Aşağıda da rho 0 vurulsun V. Vurulsun bir də nədir? 100%dir. Diqqətlə baxırıq, əziz dostlar. Burada fi nə ilə? M ilə necə asıldı? Düz. İndi deyəcəksiniz, bəs müəllim, rho 0-a niyə? Çünki V-ni dedi sabitdir, bəs rho 0 ara getdi. Sabit temperaturda doyan buxarın sıxlığı dəyişmir. Doyan buxarın sıxlığı dəyişmədiyinə görə biz elə birbaşa rho 0-ı da sabit kimi qəbul eləyə bilərik. Yaxşı, bəs kütlədən necə asıldı? Düz imtahansı var. 20% azaldıramsa bunu, bax 20% azaltdıqda deyir. Azalma düsturumuzu bilirik. Azalma düsturu necə idi? 100 bölünsün, nə idi? 100 minus x faizi idi. Də? Bu düsturda yerinə qoysa, 100 bölünsün 100 minus 20 bərabər məxrəcdə 80 oldu, sürətdə 100 oldu. Bundan bu ixtisar getdi. 2'yə də ixtisar edəsəm 1 tam %25. Demək 1 tam %25 dəfə neynədi? Azaldı. Kütlə ilə düz asılı olduğuna görə o da 1 tam %25 dəfə neynəyəcək? Azalacaq. Doğru cavab nə olacaq? E variantı. Aha. Növbəti testimiz 53-cü testdir. Vakuum dalğa uzunluğu 150 metr olan elektromagnet dalğasının tezliyini hesablayın. Gəlin hesablayaq. Dalğa uzunluğu var, sürət var, tezliyi də hesablayın. S-nin düsturunu bilirik. Lambda vurulsun nədir? Nüdür. Burada nü'nü tapsaq, S bölünsün lambda olacaq. S-miz nə qədərdir? 3 vurulsun 10 üstü 8'dir. Bəs lambdamız nə qədərdir? 150'dir. Bunun belə yaza bilərik. 300 vurulsun 10 üstü 6 bölünsün 150. Bax, bu formada yazıb bunları ixtisar edəsək, bizə neçə qalacaq? 2 vurulsun 10 üstü 6 nə? Hertz. Buna mega ilə göstərsə, elə 2 megahertz olacaq. Doğru cavab nədir? 2 megahertz. Növbəti 54-cü testdir. Exalotdan göndərilən siqnal 0.8 saniyə sonra dənizin dibindən əks olunaraq qəbul edilir. Səsin suda sürəti 1500 metr bölünsün saniyə olarsa, dənizin dərinliyini hesablayın. Dərinliyin düsturu bilirik. V vurulsun T bölünsün 2'dir. Buradan yerinə qoysaq, V'miz nə qədərdir? 1500 vurulsun 0.8 bölünsün 2. Bundan bu getdi. Bizə olacaq 1500 vurulsun 10'da 4. Bundan bu getdi. Bizə 600 metr olacaq. Demək, dərinliyimiz 600 metr olur. Növbəti testimiz 55-ci testdir. Yerin cazibə sahəsində şaquli hərəkət edən cismin koordinatın zamanında hansı qrafiki verilmişdir? Hansı ifadələr doğrudur? Əziz dostlar, diqqətlə baxsaq, yerin deyil, maksimal qalxma hündürlüyünü bilirik. H maksimal 20'dir.
Deyir, cismin şaqili yuxarı atılmışdır. Bəli, əlbəttə. Cisim şaqili yuxarı atıldıqda əvvəlcə bərabər yavaşca maksimal qalxma hündürlüyündə bir an dayanır. Sonra necədir? Yeyinləşən hərəkət edir aşağı istiqamətdə. Cisim müəyyən hündürlükdən şaqili aşağı atılmışdır. Xeyr, 2 yanlışdır. 3-də uçuş müddətində yer dəyişməsi 20 metrdir. Xeyr, uçuş müddətində yer dəyişməsi S bərabər 0 metr. Yəni, şaqili yuxarı atmışam bir daşı. Yuxarı qalxdı, getdi. Bura çatdı. Təzən bir də həmin öz nöqtəsinə düşdüyünə görə yer dəyişmə nəyə bərabərdir? 0-a bərabərdir. Uçuş müddətində getdiyi yol neçədir? 40 metrdir. Bəli. Yəni 40 metr qalxdım, 40 metrdə düşdüm. Daha doğrusu 20 metr qalxdım, 20 metrdə düşdüm. Ümumi getdiyim yol neçə olacaq? 40 metr. Bəli, bu düzdür. 4 düzdür. Maksimal qalxma hündürlüyü 40 metr. Xeyr, maksimal qalxma hündürlüyü 20 metr. Bu da yanlışdır. Doğru cavab 1 və 4 olacaq. Növbəti 56-cı testdir. 100 metr bölü saniyə sürətlə uçan 0,4 kiloqram kütləli 2 hissəyə parçalanır. Yəni qəlpə 2 hissəyə parçalanır. Kütləsi 0,3 kiloqram olan böyük hissə 200 metr bölü saniyə sürətlə əvvəlki istiqamətdə hərəkət edir. Uçur. Deyir, kiçik qəlpənin sürətinin modulunu tapın. Əziz dostlar, bu tipli testlər daha yaxşı başa düşmək üçün bir X oxundan istifadə edirik. Bu bizim X oxumuzdur. Deyək ki, bir dənə qəlpəmiz var. Deyək ki, belə bir qəlpəmiz var. Bunun kütləsi neçə kiloqramdır? 0,4 kiloqramdır. Bax, böyük M deyək buna, sonra digər M-nə qarışmasın. 0,4 kiloqram. Bu istiqamətdə necə hərəkət edir? V deyək ki, V bərabərdir 100 metr bölünsün saniyə sürətlə hərəkət edir. Gəldi, qəlpə bura gəlir, 2 dənə hissəyə bölünür. Bax, 2 hissəyə bölündü. Bir hissəsi deyir ki, əvvəlki hərəkətin istiqamətində. Və onun kütləsi nə qədərdir? M2 deyək buna. Nə qədərdir deyir? Neçədir deyir? Kütləsi bu qədər olan böyük qəlpə 0,3 kiloqramdır. Elə deyil. Və hansı sürətlə hərəkət edir? V bərabər V2 deyək buna da. 200 metr bölünsün saniyə sürətlə hərəkət edir. Digər qəlpənin hərəkət istiqamətini mən bilmirəm. İndi alacağım cavab mənfi olarsa, X-in əksinə olacaq. Kütləsini isə mən bilirəm hələlik. M1 deyək buna da. Ümumi 0,4 isə demək bu 0,1 kiloqramdır. İndi baxın, əziz dostlar. Burada əvvəlki impulsun saxlama qanunu nədir? Qəlpəni parçalanmamışdan əvvəlki impulsu parçaladıqdan sonraki impulsların nəyinə bərabər? Cəminə bərabər. Yəni vektorial cəminə bərabərdir. Onda mən nə deyəcəm? Böyük MV yazın. Bax, böyük MV bərabərdir. Təbii ki, V-nin üstünə vektor atırıq. M1 V1 plus M2 V2-nin nəyinə? Cəminə. Yəni, yerinə qoyaq, hesablama para. Baxırıq, böyük M-imiz nə qədərdir? 0,4 vurulsun. Sürətimiz 100-dür. Bərabərdir. M1-i bilirəm 0,1 V1 amma bilmirəm. Plus M2-miz 0,3 vurulsun. Sürəti isə neçədir? 200-dür. Yaxşı. Onda bizə nə qaldı? 0,1 V1 plus. Vursam neçə eləyəcək? 60 bərabərdir. 0,4-də 100-ə vursam mənə nə qalacaq? Yəni buradakı 0,3-ü 200-ə vurdum, 60 elə. 0,4-də 100-ə vursam 40 eləyəcək. Bərabər neçə? 40-a. Onda 0,1 V1 bərabərdir mənfi 20-yə. V1 bərabərdir mənfi 200 metr bölünsün saniyə olacaq. Yəni, mənfi aldımsa cavabımız nədir? Deməli, hərəkət istiqamətimiz X-in əksinədir. Yəni, X-in əksinə 200 metr bölünsün saniyə. Bizdən də modulunu soruşduğuna görə, yəni mənfi 200 yox, sadəcə 200 metr bölünsün saniyə götürmək. Yəni, cavabımız nə olacaq? 200. Modulunu soruşur. Növbəti testimiz neçənci testdir? 57-ci testdir. Deyir ki, uyğunluğu müəyyən edin. Sabit kütləli bir atomlu ideal qazın təzyiqinin mütləq temperaturdan asılı qrafiki verilmişdir. AB hissəsində, BC hissəsində və CD hissəsində. İndi baxaq, AB hissəsində. Baxırıq, AB hissəsində. Temperatur sabitdir. Temperatur sabitdirsə, deməli, qazın daxili enerjisi dəyişmir. BC hissəsində.
BC hissəsində PT ilə düz asılsa, deməli, burada daxil enerjimiz artacaq. Amma görülən iş nəyə bərabərdir? Sıfıra. CD hissəsində yenə daxil enerjimiz artacaq. Amma görülən işimiz isə nədir? Müsbət olacaq. Baxaq. Qazın daxil enerjisi azalır. Qazın daxil enerjisi azalan yer elə bir hissə yoxdur. Yəni A variantı heç birinə getmir. Qazın gördüyü iş mənfidir. Qazın gördüyü iş mənfi olan hissədə düşünürəm ki, elə bir hissə baxaq. Elə bir hissə yoxdur. Birinci hissədə, yəni AB hissəsində təzyiq azalırsa həcm artacaq və qazın gördüyü iş müsbət olacaq. Yəni A sıfırdan böyük olacaq. Yəni bunu da deyə bilmirik. B-də elə bir düşünürəm ki, yoxdur elə bir hissə. Sonra qazın daxil enerjisinin dəyişməsi qazın gördüyü işdən 1/5 dəfə böyükdür. Qazın daxil enerjisinin dəyişməsi qazın gördüyü işdən 1/5 dəfə böyük olması üçün bizə izobar proses lazımdır. İzobar prosesdə deməli hansı hissədədir? Əlbəttə CD hissəsindədir. Onda CD hissəyə nə gedəcək? C variantı gedəcək. Qaza verilən istilik miqdarı onun daxil enerjisinin dəyişməsinə bərabərdir. Qaza verilən istilik miqdarı daxil enerjinin dəyişməsinə bərabər olması üçün gərək ki, izoxor proses olsun. O da hansı hissədədir? Əlbəttə BC hissəsindədir. Deməli, bura D variantı getdi. Qaza verilən istilik miqdarı onun gördüyü işə bərabərdir. Qaza verilən istilik miqdarı görülən işə bərabər olması üçün gərək ki, izotermik proses olsun. O da hansıdır? AB hissəsidir. Deməli, 1-ə Y, 2-yə D, 3-ə isə nədir? C variantı olacaq. Növbəti test nümunələrimiz, əziz dostlar, hansı olacaq? 58-ci testdir. Bu test nümunələri ətraflı yazı tələb edən test nümunələridir. Deyir ki, verilmiş kütləli ideal qazın sıxlığının rho temperaturdan T asılıq qrafiki verilib. Yəni, sıxlığının temperaturdan asılıq qrafiki verilmişdir. B və C hallarına uyğun qiymətləri təyin edib qazın təzyiqinin temperaturundan asılıq qrafikini yazın. Əziz dostlar, baxın, rho verilib, bir də nədir? T verilib. Bizdən P-ni istəyir. Deməli, bizə elə bir düstur lazımdır ki, Mendeleev-Clapeyron tənliyində. Həmin düsturda rho olsun, T olsun. Yeganə düstur var, o da P bərabərdir. Rho R-T bölünsün. Nə olacaq? M olacaq. Gəlin A nöqtəsinə uyğun P-ni təyin edək. Deməli, PA bərabərdir. Rho-su neçə rhodur? Rho-su deməli, əziz dostlar, 2 rhodur. 2 rho vurulsun, rho sıfırdır, vurulsun. R vurulsun, T-si nə qədər? T sıfırdır, bölünsün, M-dir. Bu burada dursun. Yaxşı, bəs hansı nöqtəyə? B nöqtəsi uyğun deyək. PB bərabərdir. PB bərabərdir. Nə deyəcəm? A nöqtəsinə uyğun zaten verib P sıfırdır. Biz buradan P0 deyək buna. Onda PB nöqtəsi üçün yazsaq onu, PB nöqtəsi buradadır. Nə olacaq? Rho 0 vurulsun R, vurulsun T. T-ni də neçə T0'dır? Diqqətlə baxaq. 2T0'dır. 2T0 bölünsün nədir? M. Elə deyilmi? O da bərabər. Diqqətlə baxaq. 2 Rho 0 R T0 bölünsün MP0'dırsa, burada da yenə 2 Rho 0 R T0 bölünsün M-dir. Deməli, buna da biz P0 deyə bilərik. Onda AB hissəsində qrafikimiz, P0 olacaq. Yəni, bizim də görürük ki, temperaturumuz 2 dəfə artıbsa, təzyiq sabit olanda həcmdə 2 dəfə artmış olacaq. Qrafikimiz bura gələcək. Bax, belə bir qrafik olacaq. Yəni, B nöqtəsi burada olacaq. Burada B nöqtəsi deyək. İndi sonra nə deyir, əziz dostlar? C nöqtəsini təyin edək. C nöqtəsi, PC deyək buna. C nöqtəsində baxırıq. Rho 0 vurulsun 4 RT0 olacaq. Bölünsün nədir? M nöqtəsi. İndi baxırıq. C nöqtəsinə rho sabitsə, deməli V də sabit olacaq. Onda mən bura 2P0 deyə bilərəmmi? 2P0. Deməli, təzyiq artıb. Amma nədir? Sıxlıq sabit olduğuna görə bu hissədə. Elə həcmdə nədir? Sabit olacaq. Və C nöqtəsi isə buralarda yerləşəcək. Burada C nöqtəsi. Demək, qrafikimiz belə bir qrafik olacaq. Bu formada da ifadə eləyə bilər. Yəni, bizdən də bunu soruşur. Elə
Temperaturdan asılı qrafikin deyir ki, qiymətlərini təyin et. Qiymətlərini təyin edən P0, P0, 2 P0 və qrafikimiz isə bu formada bir qrafik olacaq. Yaxşı, 59-da nə deyir? Şaquli qoyulmuş dəmir lövhə, ona yapışdırılmış kəsisi 18 Newton olan maqniti 60 Newton qüvvə ilə cəzb edir. Yəni, bir dənə şaquli lövhə götürək. Bu bizim şaquli lövhəmizdir. Buna da bir dənə deyək ki, maqnitimizdir. Bax, maqnitimiz olsun. Oldu mu? Biz bilirik ki, bu aşağı doğru bir mg'miz zaten var. Ağırlıq qüvvəmiz var. Bunu səthə sıxan bir n və yaxud da f təzyiq qüvvəmiz var. Maqnit təzyiq qüvvəsi ilə nədir? Cəzb olunur. Nəysə, bu nədir? Maqnit bu qədər qüvvə ilə cəzb olunur və 60 Newtondur bu. Və nə deyir? Çəkisi nə qədərdir? 18 Newtondur. İşim yoxdur. Biz də bilirik də bu aşağı doğru meyl eləyəcək. Onda sürtünmə qüvvəsi hara doğru yönələcək? Yuxarı doğru yönələcək. Yəni aşağı doğru əvəzdir getməyə. Onda mən nə deyəcəm? F sürtünmə bərabər nəyə? P çəkisinə. Bunun yerinə mü F təzyiq yaza bilərik. P-yə. Birdən mü'nü tapsaq nə verəcək? P bölünsün F təzyiq olacaq və yaxud da reaksiyada deyə bilərik. İndi yerinə qoysaq, 1'ə 18 olacaq, məxrəcdə 60 olacaq. Bundan bu getdikcə 0,3 deməli, mü nəyə bərabərdir? Yəni, sürtünmə misalı 0,3 olacaq. Növbəti 60-cı testi deyir, rezistor və lampa qoşulmuş dövrənin bir hissəsi verilmişdir. Dövrəyə qoşulmuş cihazların göstərişindən istifadə edərək elektrik cəryanının lampada ayırdığı gücü hesablamaq olar. Gücün düsturunu biz bilirik. P bərabərdir. Nə idi? IU-dur. Elə IU ilə getmək olar. IU. İndi bu düsturla gediriksə, müqavimət zaten məlum deyil. Onda mən bura bir dənə nə lazımdır? Ampermetr lazımdır. Ampermetr dövrəyə necə qoşulur? Ardıcıl qoşulur. Bir ampermetr qoşaram. Sonra deyək ki, bu da bizim sıxacımız olsun. Sıxac. Bura müsbət, burada mənfi deyək. Bir dənə də voltmetr yerləşdirmək lazımdır. Voltmetrdə necə qoşulur? Paralel qoşulur. Bizdən nəyi soruyor? Dövrənin sxeminə əlavə olunan elementlərin adlarını dövrəyə qoşulmuş cihazdan göstərişdən istifadə edir. Elektrik cəryanı lampada ayırdığı gücü. Yəni, lampada ayırdığı güc dediyinə görə biz bura qoşsaq daha yaxşı olar bunu. Bir də nəyi soruşur? Hesablamaq olar. Bu cür dövrən sxemini əlavə olunan adlarını yazmaqdır. Yəni, biri ampermetrdir, biri voltmetrdir. Ampermetr cəryan şiddətini ölçür, voltmetr isə lampadakı gərginliyi ölçəcək və gücü ölçməkdən ötürü P bərabərdir IU düsturu ilə istifadə edərək ölçə bilərik. Əziz dostlar, deyəsən 60-cı test sonuncu testdir. Bu video izahdan da bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, özünüzdən müğayət olun.